İstanbul'da yeni bölümümüze hoş gelmişsiniz. Dostlar, bugün sizinle PUBG oynamırıq. Bugün sizinle necə konfig kurulur onu göstereceğim. Mənim öz konfigimi göstereceğim. Bizə lazım Telegram, PUBG Mobile, Zarcivi. PUBG Mobile orijinal yox, orijinal silməlisiniz. Telegram'a girməzdən əvvəl bir dəqiqə göstərim. YouTube'a daxil oluruq. Razor config yazırıq. Razor config. Buna basırıq. Evet arkadaşlar. Bunun en sonuncu videosunu giririk. Yorumlar kısmına giririk. Telegram var. Telegram basırıq. Və bunun Telegramına giririk Razor'un. Bizi belə bir sayfa qarşılayır. Burada mənim yüklədiyim budur. Siz bunu yükləməlisiniz. İçin yükləməyə qoyun. Başqa bir yere çıxmayın, amma çıxsanız gedəcək də. Yükləməyin. Bunu yükləyirsiz. Bu modumuz dostlar, konfigimiz. Bu da ki bizim PUBG'mizdir. Adi PUBG kimidir elə. Bir de demişdi afiyetler olur. Dostum olur. Bu adi PUBG kimidir, amma orijinal hesabda yebəsiniz. Yəni tamamilə bansız. Nə qədər oynamışam mən konfiglə. Bansızız. İspat edə bilərəm sizə bansızı. Oynamışam nə qədər göstərmişəm bansızdır. Bunu yəni yükləyirsiniz, belə olur. Bu belə gəlir. Bunu yükləyirik. Sonra buna basırıq. Zarcivi. Bunun üstünə bir dəfə bastıq. Sonra main nəsə gəlir. Ona basırıq. Üstünə basıb saxlayır. Buna ihtiyacımız yoxdur. Kopyalara basırıq. Kopyalara basdıqdan sonra Android OBB'yi tapırıq. OBB'ye yapışdırırıq. Və OBB'də buna basırıq dostlar, buna. Və buna yazırıq. Bunu silirik. com.tnc.ig Bunları düz yazmasınız. Bunlar səhv olsa olmayacaq da konfiginiz. Bunu belə yazırız. Sonra dostlar bir de altta böyle bir şey var. Buna basırıq sonra. Burada bütün failləri tətbiq et, dəyişdir. Şifrədəki Razor yazdınız. Bu şifrədə baxın, düppəlci olmadı. Razor 707. 3 tane 7. Yaxşı bastıq. Dostlar, şifreyi yadınızdan çıxartmayın. Hamısı bunlar olmalıdır. Gördüğünüz kimi artıq belə oldu. Yükləndi, qutardı. Beləncə bir şey sizə sayfa gəldi qarşınıza. Və bitdi. Və burada dostlar artıq o yüklədiyiniz Telegram'a girək yine. Sakitdim. Telegram. Buradaki yüklədiyiniz bu 32 bit və bir dəqiqə göstərim. Bundan başqa hamısı çalışır. Birinciden başqa hamısı işləyir də, yəni. Bir dənə bu işləmir. Bu çoxdan qoyub deyə olmur. Mənim yüklədiyim bu sonuncu. İstəsəniz tam baxmaq üçün də burada videosunda qoyub Rozar abimiz. Ondan da baxa bilərsiniz. Bu Razor silah setləri 862 MB. Əsas bunu siz cəməlisiniz. 32 biti. 32 biti yükləyirsiz, o PUBG-nin özüdür. Yəni için kimi verirsiniz PUBG 50 izləyirsiz. Öz hesabınıza, yəni yan hesabda açmaq istəyirsiniz ya öz hesabınıza, yəni bansızdır. Sonra bunu PUBG yükləyəndən sonra bunu aktiv eləmək lazımdır. İçəri girməli PUBG. Gecikir biraz. Dəqiqə, mən sizə belə göstəreyim. Burada dəqiqə. Oynadı dəqiqə. Həlim dəqiqə çıxdım.
Burada yuxarıda Dovland falan söz yazacaq. Onu siz bu PUBG yüklədiyiniz 32 biti. PUBG 32 biti yüklədikdən sonra modu dediyim, göstərdiyim set və mod, yəni modu, konfigi o təzə mən göstərdiyim kimi edin. Ondan sonra PUBG girin. 5 dəqiqə falan yaxın olacaq ki, buradakı Dovland sözün getməsinə görə. Ondan sonra oyuna gələcək, girəcək. Məsələn, birim göstərim sizə. Ondan sonra bu Dovland sözü getdisə, yuxarıdakı burada Dovland sözü. 5 dəqiqə gözləyin dostlar, çox yox. 5 dəqiqə falan gözləyirsiniz. Buradakı Dovland sözü gedəndən sonra Dovland nəsə. Ondan sonra qutarıb girəcəksiniz. Mən öz səsimdə eləmişəm dostlar. Pansızdır. Neçə gündür oynayıram bu konfiglə. 4-5 gündür yaddır. Bu konfigi yaradan bir aydır yaradı. Nəsə problem falan olsa yazarsınız yorumlara. Mən sizə kömək etməyə çalışıram. Dostlar, belə konfigimiz belədir. Arka qara görməyəcəksiniz. Və birinci onda konfig işə yarayır. Bir də burada üzümüz görsənmir. Oyun içində görünür amma burada üz görünmür. Üzün görməsinə görə şapkalardan bunu bastı. Oldu. Hər setdə var. Silahlarda bu M4 buz diyarı M4'də aktifləşdirəndə buz diyarı olur əlinizdə. Bunun belə bug olur. Buz diyarı aktifləşdirəndə buz diyarınız olur. Buz diyarı belə bıraxdıq. Oldu. Böyle kaplanımı çıkarıldı deyəndə götürməyim deməkdir. Burada M16 Scar falan var. Bunu görəməm, göstərəməm. Və burada size göstərəcəm. Məsələn, götürməyim gördüyünüz var. Buz diyarıya basmayın. AKM deseniz var. M16'mız var. Böyle. Scarlet'imiz var. M4'ümüz var. Böyle bir buz diyarı. Bir de Jocelyn M4'ümüz. Groza'mız. Algımız da var. Algın falan oldu. Küveyle var. Bu da var. M22. Bir de acı da var deyəsə. Famas da var bu. İndi buradan bu kadar kestiğim nişancı. Gördüğünüz gibi belə M24'də də belə bölünməsiz oldu. Dostlar, bu da M24'də belə AVM də var. Beləncə AVM-də. Burada belə burada yoktu. Bakmak şöyle. Bakmakları izle. Onu böyle. Yok böyle. Şimdi yoktu. Bir pompalı videosu bu kadar. Pompalı görünmüyor. Dostlar, videomuz bu kadar. Kanala like atmayı unutmayın.